Böyük Səlcuq dövlətinin hökmdarı 1-ci Toğruldan fərqli olaraq Alparslanın hakimiyyət dövründə Bizans qoşunları məğlub edildi deyir. Həm Toğrulda, həm Alparslanda Bizansa qarşı mübarizə var. Ona görə bu fərqli yox, oxşar xüsusiyyətdir. Biri çıxardırıq, variantlardan da ixtisar edirik. Paytaxt Yeni şəhərə köçürüldü. Paytaxtın Yeni şəhərə köçürməsi Toğrulda var. Minqorxuç Nişapurdan Rey şəhərinə köçürülür, amma Alparslanda köçürmə yoxdur. Növbəti köçürmə İsfahan şəhərinə, Məlikşahda olacaq. Konya və Ankara şəhərləri tutuldu. Yenə deməli bunlardan heç birinə aid deyil. Bu xüsusiyyət Məlikşaha aiddir. Qarşısına yazırıq Məlikşah. Rəvadilər dövlətinə son qoydu. Alparslan 1065-ci ildə Rəvadilər dövlətinə son qoyubdur. Bu onun Toğruldan fərqli xüsusiyyətidir və düzgün cavab yalnız 4 qalır bu sualda.